Urok 19 qrammatika. Novye qlaqolu, yeni feillər. Tablitsa 1-də bizə yeni feillər veribdir. Lavit tutmaq deməkdir. Я ловлю, ты ловишь, он ловит, мы ловим, вы ловите, они ловят. Lavil, lavila, lavili vurğuların yerini dəyişirik. İndiki zamanda vurğular o'ya düşür, keçmiş zamanda i'yə düşür. Tuturam, tutusan, tutur, tuturuq, tutusuz, tuturlar. Keçmiş zamanda kişi cinsi, qadın cinsində lavil, lavila, cəmdə lavili tuturdular. Letit uçmaq deməkdir. Я лечу, ты летишь, он летит, мы летим, вы летите, они летят. Letel, letela, leteli uçmaq deməkdir. Plavat, üzmək. Plavаю, plavaешь, plavaet, plavayım, plavaете, plavayot. Plaval, plavala, plavali. Yenə başa düşdünüz, şəxsə görə dəyişirik. Üzürəm, üzürsən, üzür. Üzürü, üzürsüz, üzürlər. Keçmiş zamanda da üzürdü, üzürdülər. Yexat, maşınla getmək deməkdir. Yedu, yediş, yedit. Yedim, yediti, yedut. Yexal, yexala, yexali. Növbəti sözümüz putешествовать, səyahət etmək deməkdir. Я путешествую, ты путешествуешь, он, она путешествует, мы путешествуем, вы путешествуете, они путешествуют. Keçmiş zamanda путешествовал, путешествовала, путешествовали. Və son sözümüz olacaq fotoqrafировать, foto şəkil çəkmək deməkdir. Я фотографирую, ты фотографируешь, он, она фотографирует, мы фотографируем, вы фотографируете, они фотографируют. Фотографировал, фотографировала, фотографировали. Və sonda olacaqdır. Tablitsa 2. Будущее время, gələcək zaman deməkdir. Gələcək zamanı düzəltmək üçün iki yol göstəribdir bizə. Deməli, budu artıraraq cam-cəm şəkilsini əvəz edir bu bizdə. Yəni, ya budu çitat, mən oxuyacam deməkdir. Və budu hissəciyi gördüyünüz kimi şəxsə görə dəyişir. Ya budu çitat, ты будешь читать, он, она будет читать. Mən oxuyacam, sən oxuyacaqsan, o oxuyacaq. Мы будем читать, вы будете читать, они будут читать. Biz oxuyacağıq, siz oxuyacaqsınız, onlar oxuyacaqlar. Hər hansı feillə işlədə bilirik. Və bu feilin iki cür dəyişməsi var. Görürsünüz, у меня будет экзамен. İsmə görə dəyişir burada. Ekzamen bir dənə olduğu üçün будет qoydum. Amma ekzameni cəmdə olduğu üçün deyirəm, у меня будут ekzameni. Mənim imtahanlarım var. Mənim imtahanım var və mənim imtahanlarım var. Oy, başlayın, olacaq. Sonra aşağıda yazdı. Завтра я иду на работу. Sabahları mən işə gedirəm. Əgər завтра sözünü işlətdimsə, budu işlətmirəm. Завтра я буду идти на работу, bunu işlətmirəm. Elə завтра я иду на работу, sabahları mən işə gedirəm deməkdir. Gələcək zamanlar üçün qurulan cümlədir. Завтра мы едем в деревню. Sabahları biz kəndə gedirik və s. Tablitsa 3. Предложный падеж с видами транспорта. Çıxışlıq. Deməli, bütün nəqliyyat növləri çıxışlıq halda necə olacaqdır? На чем ты едешь? Yazıbdır burada sual. На чем ты едешь? Yəni, sən nə ilə gedirsən? Sualına cavab verərkən deyirik. Я еду на машине. Və yaxud da burada məslərdə göstərib də həmin feilləri yexat, letet. Deməli, hamısı olacaqdır. İstər yexat, istər letet, hamısı olacaq. Na ilə veriləcəkdir. Na maşini, na poyezdə, maşınla, qatarla, na metro, metro ilə, na avtobusi, avtobusla, na taksi, taksi ilə, na velosipedi, na trolleybus, na tramvaya. Velosipedlə, trolleybusla, tramvayla və na samolyoti, samolyotla. Deməli, ya leçu, na samolyoti belə olacaq. Bundan qabaqki dərslərdə keçmişdik biz. Hətta lış, kanki, bunlar hamısı na ilə verilmişdi. Təkər üstü hesab olunduğu üçün hamısı na ilə verilir. Bütün uçuşlar, uçuş, gidiş, hamısı bütün transportlar olacaq na ilə. Na üstündə deməkdir.